Sizin de bir divjeniyaz olsun. Deyir o gəlin. Gəlin məni gətirib matça içməyə. Görsün xoşuma gəlir, gəlmir. Ya hər halda gəlin məni yaxşı şeyə üçün gətirər, bir şeyə gətirməz. Sizə də bildirəcəm nətəridir. Yorumlarda yazırsınız ki, təzədirlər, çəkilişdən sonra qırırlar bildirim. Bizdə elə şey yoxdur. Elə nəyi qoyaq, bax, qıranda da çəkib atacağım sizə, qırmayalım. Bu gəlinlərə təzə gələndə imkan verin, otursunlar, arvad olsunlar. Bax, orasını elə də sağ. Gəlin, nə qədər sifariş verirsən qaynanam üçün, çox sağ ol. Siz də gəlinlər, qaynananızda aparın, bax, belə yerlərə qəşək şeylər yedirdin, içirdin, sizi çox istəsinlər. Sizin də bir divjeniyaz olsun, gəlin. Bu maçalı kruasanına görə xoşa gəlir. Birinci dəfə deyirəm, görməmişəm də, qaynanam. Çox sağ ol. Doğrudan? Doğrudan xoşun gəlir. Vallahi gerçəkdən. Çox sağ ol. Sən mənə elə belə şey yedirtməzsən. Axı, mən sənə elə belə oğlan vermişəm, sən mənə elə belə şey yedirtməzsən. Çox qəşəymiş. Gəl, məni bura tez-tez gətir. Kişilər ölsən hanım, sevgilinizdən pul alın, qaynanəni gətirmə, gör sizi nə çox istəyəcək. Qarabağlılarla fəxr eləyirəm, biz Qarabağlıyıq da, oradan çox yazırsınız, ha, Füzullər. Füzullərlə fəxr eləyirəm, Qarabağlılarla. Mənə çoxlardan oy göndərin, bizi takip edin, acığa böyle yaxşı, sən elə belə şey gelməzsən. Doğrudan. Keşke bu suyu olmazdı, gəl. Doğrudan. Bunun hamısını həm bıraktım, gel. Oğlum sana halal eləyirəm. Bax, belə qaynanaya diqqət elədiyin üçün gəlirlər, siz də qaynananıza diqqət edin, nə olacaqdır, qaynanələr dünyanı tutub yetməyəcək, ha, bir sürü diliniz olsun. Kasıb düşməyəsiniz oğlanlarının qazancıqdan, ha. Bizi izləməyi unutmayın, hələlik.